Xoş gördük əziz dinləyicilər. İranda vəziyyət pisləşdikcə biz xatırlayırsınızsa, illərlə bu barədə danışırdıq. Həm canlı yayımlarda, həm videolarımızda, qısa videolarımızda bu barədə danışırdıq ki, biz Güney Azərbaycan planımız olmalıdır. Biz Güney Azərbaycan planını Türkiyə ilə birlikdə işləməliyik. Biz Güney Azərbaycan planını İsrail ilə birlikdə işləməliyik. Bugün elə bir məqam gəldi çatdı ki, bəli, bu günləri biz artıq İranda bu vəziyyəti görürük və Güney Azərbaycanımız oradadır, böyük bir fəlakət qarşısındadır və an məsələsidir ki, orada böyük bir qaçqın kütləsi yaransın. Bu günləri Təbrizli Gənclər Hərəkatı var Güney Azərbaycanda. Təbrizli Gənclər Hərəkatının da mən bir açıqlamasına qulaq asdım. O açıqlamada da bildirir ki, biz bugün qaçqın düşsək, Əfqanistana, Pakistana getməyəcəyik. Biz əlbəttə ki, Türkiyəyə doğru yol alacağıq, Azərbaycana doğru yol alacağıq. Baxın, o məqam gəldi, çatdı mənim əzizlərim. Bu məqam gəldi, çatdı və biz bu günləri bizim o planımız olmalıdır ki, biz bugün Güneyli Azərbaycanlılar, onlar bizim soydaşımızdır. Onlar doğrudan da doğru deyirlər. Onlar başqa yerə gedə bilməzlər. Amma biz bunu nə etməliyik ki, Şimali Azərbaycansında, Quzey Azərbaycansında fəlakət olmasın. Bunun üçün bizim Güney Azərbaycan planımız olmalıdır və yaxud da ki, bugün əgər o planımız yoxdursa, biz nəhayət tez bir zamanda Türkiyə ilə birlikdə işləməli və lazım gəldiyi məqamda ki, hər şey dağıldı, aləm dəydi bir-birinə və Güney Azərbaycanlılar orada təhdid yarandı. Bax, onda Azərbaycan məhz Türkiyə ilə birlikdə Güney Azərbaycana müdaxilə etməlidir ki, onların səbatın, onların sakitliyin və onların təhlükəsini orada qorusun ki, sonra o ərazilərdən zaten digər İran xalqları da bu tərəfə axın etməsin. Biz ora tez bir zamanda müdaxilə etməliyik və bugün yaxşı tərəflərdən biri ondan ibarətdir ki, bugün İranın prezidenti Pezeşkiyandır. Pezeşkiyan özü türklər tərəfindən, Güneylilər tərəfindən seçilib. Sabah ağır bir vəziyyət olduqda elə o özü də Güneylilərə başçılıq eləyə bilər, hər halda öz millətini dəstəkləməyə məcbur olacaq. Ona görə də biz çalışmalıyıq Güneylilərə ki, onların bəxtləri onda gətirib ki, həm Azərbaycanla, həm Türkiyə ilə sərhəddirlər, bizim ağuşumuzdadırlar və biz artıq 2-ci Qarabağ məsələsini orada eləməliyik və biz Qərbi Azərbaycan, Ermənistan səhvini daha burada etməməliyik. O vaxtı biz müstəqil dövlət deyildi. Bu günlər biz müstəqil dövləti. Bizim planımız olmalıdır və dediyim kimi biz artıq Təbrizlilərin səsinə, Urmiyalıların, Həmədanlıların səsinə səs verməliyik. Ayıq olmalıyıq və dediyim kimi oranın dağılmaması üçün tez bir zamanda müdaxilə edib o vəziyyəti, o ərazilərə, nəzarəti Güneylilərə verməliyik ki, həm İsraildə, Amerikada sabah bilsin ki, bəli, artıq orada İran təhdidi, Sepah təhdidi, Xamneyi təhdidi yoxdur, daha oranı vurmağa ehtiyac yoxdur. Ora bizim dostlarımızın nəzarəti altındadır. Yəni, kimdir bizim dostlarımız? Əlbəttə ki, Azərbaycan. Azərbaycan İsrailin yaxın dostudur və bu barədə hər halda Azərbaycan hökumətinin əlində çox gözəl imkanlar var ki, bu barədə İsrail hökuməti ilə ciddi əlaqə saxlasın. Bugün Güney vaxtıdır, bugün Güney Azərbaycan vaxtıdır, bugün Ərdəbil vaxtıdır, bugün Həmədan vaxtıdır, bugün Urmiya vaxtıdır, bugün Təbriz vaxtıdır. Ayıq olun, yəni bu mənada həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı özünü kiçimsəməsin. Sizin verdiyiniz informasiyalar, dəstəkləriniz də çox vacibdir. Bugün dünya onlayn dünyasıdır, sosial şəbəkə dünyasıdır. Aktiv olun və Güney Azərbaycan məsələsində ayıq olmaq lazımdır. Bu barədə geriyə qala bilmərik. Çünki artıq biz müstəqil dövlətik. Təşəkkür edirəm diqqətinizə görə.